Hamıya salam. Əvəliyin tam mövsümündə ikən bu gün əvəlik dolması hazırladım. Hazırlamışkən də videosunu sizlərlə paylaşmağı unutmadım. İşə dolmamızın içliyin hazırlamaqla başlayırıq. Bunun bizə mal əti və qoyun quyruğu lazım olacaq. Mən dolma resepti paylaşarkən miqdar verməyi heç sevmirəm. Çünki bu dolmanı mən nə qədər miqdar versəm də hər bir kəs öz ailə üzvlərinin sayına uyğun hazırlayacaq. Mənim fikrimcə sadəcə içərisindəki ərzaqları qeyd etməyim kifayətdir. Az əvvəldə dediyim kimi, mal ətinin qiyməsini və qoyun quyruğunun üzərinə soğanı ət çəkən maşınla keçirdib əlavə edirik. Bunların da üzərinə xırda doğradığımız kişni, şüyüd və nanəni vururuq. Təbii ki, dolmaların olmazsa olmazı yumru düyünü də unutmuruq. Daha sonra üzərlərindən duzunu, istiyotunu, quru nanəsini, biraz da zeytun yağını əlavə edib qarışdırırıq. Dolmanı hazırlayarkən işinizin asan olmağını istəyirsinizsə, çalışın enli yarpaqlı böyük əvəlik yarpaqlarından alasınız. Uzunsa hissələrini kəsib, yuduğumuz əvəliklərin üzərinə qaynar su əlavə edib rənginin dəyişib, yumşalmaq üçün gözləyirik. Bu proses olduqca qısa vaxt içərisində baş verir. Daha sonra suyunu süzüb əvəlikləri bükməyə keçirik. Əvəliklərin orta hissəsində olan qalın zoğ hissəsini isə videoda gördüyünüz kimi əlimiz və yaxud da bıçaq köməkliyi ilə kəsib götürürük. Daha sonra içərisinə ətləri doldurub türklərin sarma dediyi üsulla bükürük. Aldığımız əvəlik yarpaqları nə qədər qalın və qart görünsə də, videoda da gördüyünüz kimi sadəcə üzərlərinə qaynar su əlavə etməklə belə olduqca yumşalır. Buna görə də adi yarpaq dolmasında yarpaq qatının çox olmamağına çalışırıqsa, bu dolmada o cür bir problem qəti olmur. Yarpağınız bitənə qədər bükə bilərsiniz. Əgər sizin aldığınız yarpaqlar ensiz yarpaqlardırsa, siz də mənim kimi 2 yarpağı yan-yana qoyub rahatlıqla bükə bilərsiniz. Bu arada videomu buraya qədər izləyib bəyəndinizsə, like atmağı, yorumlarda öz fikrinizi və əvəlik dolması hazırlama üsulunuzu mənimlə bölüşməyi unutmayın. Niyyətim bir videoda sizə əvəliyin bütün bükmə üsullarını göstərməkdir. Bunun üçün də əlində yarpaqla tutub bükę bilməyənlər üçün də bu formada taxta üzərində elinə bükməyi də göstərirəm. Yarpaqları büküb qurtardıqdan sonra isə üzərinə köhnə bir saxsı boşqab çevirib, suyunu əlavə edib, qapağını bağlayıb bişməyə qoyuram. Və budur. Artıq dolmamız hazırdır. Çox dadlı, üstəlik bir o qədər də faydalı əvəlik dolmasının hazırlanması məhz bu qədər asandır. Sizlər də mütləq hazırlayıb dadına baxın. Əminəm ki, çox sevəcəksiniz. Hazırlayıb yeyəcək olan hər bir kəsə indidən nuş olsun deyirəm. Sağ olun, salamat qalın. Əsas odur ki, özünüzə yaxşı baxın.